Sibrizə bir dənə təklifim var. Deməli, elə bu yayda yararlana bilər. Deməli, baxın, görürsünüz qatar. O tərəf Novxanı tərəfdir. Şəhərə bu qatar 28 maydan gedir. Deməli, Pirşağıdan gəlir. Bax, oralar Pirşağıdır. Sibrizi görürsünüz, Sibrizin binalarıdır o, görürsünüz. Burada Dreamliner var, onun yeri. Hələ o burada ən böyük, ən hündür bina olacaq. Deməli, bu müasir qatar, hansı ki 28 maydan gəlir və Sumqayıt tərəfə gedir. Bu gəlir Pirşağıya gedir buradan. Pirşağdan sonra Nardaranı keçir, Nardaranda dayanmır. Dönür Məmmədi kəndinə. Məmmədi kəndinə dönən yerdə Nardaranın özündə bir dənə dayanacaq tikilir. Yeni də səlgəli belə bir dayanacaq. Qaran hər şey hazırdır. Bax, müasir qatar, yol, hamısı hazırdır. Dayanacaq tikilir, bir də ki, haradasa bir 500 metr ya 800 metr yol tikilir Sibrizin özünə. Özdə birbaşa Azərbaycanın ən hündür binası tikiləcək, bax, bu nöqtələrdə haradasa. Birbaşa ora. Deməli, həm turistlər üçün maraqlı olar, həm oranın rezidentlərinə maraqlı olar. Yəni, çox rahat olar da, müasir qatardır gördüyünüz kimi. Belə bir şey alma gəlib, inşallah Emin qardaşımıza çatar. Elə bu yayın özündə yarada bilər, yəni onu. Çətin heç nə yoxdur, hər şey hazırdır.